Vəzifəyə keçənə müəllim deyirik, vallah hərənin öz vəzifəsi var. Biz müştəriyə də müəllim deyirik, müraciətin öz yolu yordamı var. Musiqiçiyəm ixtisasa, xanəndəlik üzrə Bülbül adına məktəbi bitirmişəm. Daha sonra İncəsənət Universitetində pop-caz müğənniliyi üzrə, ixtisası üzrə oxumağa başladım, amma 3-cü kursdan tərk elədim, yarımçıq qoydum. Əslən Ağdam şəhərindənik, hər bir Ağdamlı da ticarətlə məşğul deyil. Bu da ticarət kimi bir şey gedir, burada ideya satırsan və hal-hazırda fəaliyyətim musiqili kontentlər yaratmaqdır. Təsadüfi şəkildə, tamamilə təbii şəkildə yarandı və 2022-ci ildə bu başladı. Sonra nə çəkdiksə uğurlu alındı və belə-belə getdi. Musiqi üzərində skeç yaradan konkret bir influencer və yaxud məzmun yaradıcısı, kontent yaradıcısı yoxdur. Bunu tək mən eləyirəm. Professional musiqi sərgiləsəydim, bu qədər olmayacaq idi. Ən maraqlı şərh əsasən mənə gələn o olur ki, istedad var, amma oxumur. Bir məzmun yaradılanda adətən 10 günə qədər vaxtımı alır, mövzu olur ağlımda. O mövzunu sadəcə necə təqdim edə bilərəm, ifadə edə bilərəm. Onun üçün musiqi də çox ona uyğun olmalıdır deyə musiqi düşünməyə başlayıram, axtarmağa başlayıram. Musiqinin seçilməsi elə 3 günə qədər vaxt alır təxminən. Xüsusilə bəstəkar və ritmik mahnılardan seçirəm skeç üçün. Bu mənim iç səsimdir ki, çatdırmaq istədiyim bir şeydir əslində. Özünüzlə məşğul olun. Milyon yollara, talelərə, adlara tuşlayıb ümidləri hərəmiz bir hədəfə, bir dəfə yaşayırıq. Hərəmiz bircə dəfə.